Valideynləri narahat edən problemlərdən biri də iştahsızlıq, seçici iştah, qidadan imtina ilə bağlıdır. Əvvəlcə onu qeyd edeyim ki, iştahsızlıq problemi bir sıra faktorlarla bağlı olar. Məsələn, fizioloji, psixoloji, emosional ola bilər. Qeyd edeyim ki, 2-6 yaş arası uşaqlar fizioloji olaraq seçici iştah dövrünə girə bilər. Bu zaman uşaqlar hətta əvvəl həvəslə yedikləri qidadan da imtina edə bilər. Bəzən isə dediyimiz kimi bu emosional vəziyyətlə əlaqədar olur. Belə ki, uşaq diqqət çəkmək üçün, duyğularını ifadə etmək üçün, etirazını bildirmək üçün yeməkdən imtina bir vasitəyə çevirir. Bəzən isə özünün müstəqilliyini, nəzarətin özündə olma hissini sınanan dövrü olduğu üçün bu dövr yeməkdən imtina ilə nəzarətin özündə olduğunu göstərmək istəyir. Buna görə də uşağa gərək sərbəstlik verilsin ki, o gərginlik ortadan qalxsın. Bu da yemək yemə vərdişinin formalaşmasına səbəb ola bilər, kömək ola bilər. Həmçinin ailə üzvlərinin özlərinin də yemək yemə vərdişindən çox şey asılıdır. Bildiyimiz kimi uşaqlar evdə ailə üzvlərinin davranışlarını təkrarlayır. Əgər ailə üzvləri sağlam qidalanırsa, yeni qidaları dadmaqda meyillidirlərsə, uşaq da eyni ilə valideynlərini təkrarlayır. Yox, əgər valideynlərdə özlərində seçici iştahlıq varsa, sağlam qidalanmırsa, o cümlədən yemək yemə zamanı telefonla vaxt keçirirsə, uşaq da diqqətini yeməyə yönəldə bilməyəcək. Bundan başqa, bir sıra xəstəliklər, o cümlədən bir sıra vacib elementlərin D vitamini kimi dəmir, B12, fol turşusu, sink kimi elementlərin çatışmamazlığı da iştahsızlığa səbəb ola bilər. Ümumiyyətlə onu da qeyd edeyim ki, bəzən valideynləri narahat edən bu iştahsızlıq ciddi bir problemlə əlaqədar olmur. Lakin əgər 2 həftədən çox davam edən iştahsızlıq varsa, iştahsızlıqla yanaşı ürək bulanma, kəskin öyünmə, qusma, qarında ağrı, ishal qeyd olunursa, o cümlədən uşaqda davranış pozğunluğu da müşahidə olunursa, məsləhətim budur ki, pediatrlarına müraciət edib altda yatan səbəbi aydınlaşdırsınlar.